Hazırda Qaracıq mahalında dünyanın müxtəlif ölkələrindən qatılmış 130'a yaxın idmançı iştirakı ilə beynəlxalq açıq turnir keçirilir. 24 News olaraq biz bu günləri Qaracıqda başlayan bu turniri sizə təqdim etmək istəyirik. Qafqaz Arenanın təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə Gürcüstanla yanaşı Azərbaycan, Rusiya, Türkiyə, İran və Özbəkistandan olan idmançılar da iştirak edirlər. 31 may tarixində Qafqaz Arenanın təşkilatında Əfqan Qarasuyun xatirəsinə beynəlxalq turnirimiz oldu. Bu turnirdə MMA və Kabir versiyası üzrə 6 ölkənin idmançıları iştirak elədilər və sabahda 1 iyun tarixində 200'ə yaxın yeni yetmələr arasında kickboks yarışmağımız olacaq və avqust ayında da bundan da daha möhtəşəm turnirimiz həyata keçiriləcək və oraya inşallah fikrimiz odur ki, bir 14 ölkədən idmançılar gətirək. O da Gürcüstanın indi ola bilsin hansısa regionunda oldu. Biz bu yarışa Tbilisidən 5 idmançı ilə qatılmışıq. Yarış çox yüksək səviyyədə təşkil olunub. Bütün təşkilatçılara təşəkkür edirik. İdmançılara isə uğurlar arzu edirik. Təşkilatçılar yarışın əsas məqsədinin gənclər arasında idmana marağın artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi olduğunu bildirirlər. Gördüğünüz kimi bugün hal-hazırda biz Qaracıqda Yormuğanlı mahalında profesional və yenilətmə üzrə döyüşlər hazırlamışıq. 31 may hal-hazırda bugün 6 dövlətdən idmançılarımız yaxındır bu yarışa və sabah da yenilətmələr üçün yarış olacaq. Qafqaz Arenası İdmançılar Birliyi Gürcüstanda yaşayan Azərbaycanlı idmançıların potansiyelli idmançıları qabağa çıxarmaq üçün qurulmuş bir asosiasiyadır və inşallah biz bundan sonra da daha böyük yarışlar, daha uğurlu nəticələr əldə edəcəyik. Və hal-hazırki yarışımıza da bir çox Gürcüstanın hər bir bölgəsindən idmançılar və elə də Qafqazdan bir çox xarici dövlətdən idmançılarımız qatılıbdır. Hepinize merhaba, ben Bulut. İstanbul, Türkiye'den geliyorum. Tokatlı sporcuyum. Bugün rakibime çok iyi hazırlandık. Rakibimin güreşçi olduğunu biliyordum. Ama benim de strike'ımın iyi olduğunu biliyordum. Benim boksuma karşı gelemeyeceğini, tekme elime gelemeyeceğini biliyordum. Türk'ün gücü farklı bir şey. Türk burada farklı bir güce sahip. Karaçapa, Azeri kardeşlerime çok teşekkür ederim. Beni çok iyi ağırladılar. Çok iyi beslediler. Yemekleri de çok güzel. Gürcistan halkına da çok teşekkür ederim. Çok güzel yemeklerini yedim. Hepinizden Allah razı olsun. Bağlarınızı eksik etmediniz. Hepinize çok teşekkür ediyorum. Türk'ün gücünü bütün dünyada göstereceğime söz veriyorum. Bu yarış benim için çok önemliydi. 4 yıldır ben bu yarışı gözlüyordum. 2020-ci ildən bu yarış haqqında mən 2020-ci ildə Bakıda keçirilən döyüşdə mən İranlı rəqibimə uduzdum və hər il mən döyüş neçə dəfələrlə oldu. Mən rəqibimə vızıv elədim. Bu idmanda elə bir şey var, vızıv edirsən, o qəbul edir, onunla döyüşürsən. Şükür həmd olsun Allaha, bugünkü günə gözəl bir döyüş keçdi. Elə ilk raundda da biraz çətin oldu, amma ki şükür həmd olsun Allaha ki döyüşümüzü qalib olaraq bizim üçüncü oldu. Buradaki Qaracıqda 130 idmançı iştirak ettiği bu turnir sabah yeni 150 idmançı iştirakıyla devam edecektir. Bizimle kalın.